Babazarda Rəşad Gülbabaoğlu, 2-ci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan zabit, Lənkəran rayonu, Talış balası. Müharibədən qayıdandan sonra vaxtaşırı Səhiyyə Nazirliyinin qaynar xəttindən zənglər olunurdu və bildirirdilər ki, hər hansı bir müalicə, müayinə, belə bir proseslərə ehtiyac varsa, xüsusi ayrılmış xəstəxanalarda biz gedib müayinə olunub, müalicə oluna bilərik. Tez-tez bu barədə soruşurdular. Amma bir neçə ay qabaq bir də zəng olunanda bildirdilər ki, bəs bizim bir neçə sanator kurort reabilitasiya mərkəzləri var və orada müharibə veteranları, Qarabağ qaziləri, şəhid ailələri, Allah şəhidlərimizə rəhmət eləsin, növbəli şəkildə gedib müayinə, müalicə proseslərini, prosedurlarını orada keçə bilirlər. Bu mümkündür. Aprel ayının ortasında zəng olundu ki, aprelin 24-ü səhər tezdən Buzovnada yerləşən sanator kurort reabilitasiya mərkəzində olmaq lazımdır. Səhər oraya yaxınlaşdım, sənədlərimlə bir yerdə qeydiyyat prosesi başa çatdıqdan sonra bizi ötürdülər yuxarı mərtəbəyə. Həkimlər, müayinələr, bütün analizlər, bir sadalamaq istəmirəm, UZI, kardioqrama, yəni bütün müayinələr olunduqdan sonra ümumi diaqnozlar təyin olundu və müalicələr və müalicə bərpa prosedurları təyin olundu və həmin gündən elə təyinatı üzrə bizim müalicələr orada başladı. Mən bir otaqda 2 nəfər, xüsusi təyinatlı qüvvələrin bir zabiti ilə, Rövşən vardı, onunla bir yerdə qalırdıq eyni otaqda. Mən buradan xəstəxana rəhbərliyinə, Mürsəl həkim başda olmaqla bütün kollektivə öz təşəkkürümü bildirmək istəyirəm və təbii ki, möhtərəm cənab prezidentimiz İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanıma burada bütün müharibə veteranları adına öz təşəkkür minnətdarlığımı bildirirəm ki, bizim üçün belə bir şərait yaradılıb. Bütün kollektiv, fizioterapiya şöbəsinin şöbə müdiri Tərənə xanım başda olmaqla, yəni bir-bir adları sadalamıram, tibb bacıları, bütün yeməkxana xidmətçiləri, xəstə baxıcıları, çünki orada elə xəstələr vardı ki, doğrudan da özünü idarə etmədə çətinlik çəkirdilər. Təsəvvür edin ki, yaxın bir ailə üzvü kimi biz orada görürdük, müşahidə edirdik ki, necə həmin o xəstələrə bu tibb işçiləri orada qayğı göstərirlər. Təbii ki, bu qayğı birinci dövlət qayğısından qaynaqlanır, irəli gəlir. Sonra da bütün kollektiv çox sağ olsunlar, təşəkkür edirik. Gündə 3 dəfə keyfiyyətli yemək, bütün müalicə prosedurları yüksək səviyyədə orada keçirilirdi. 12 gün müddətində bu proseslər hamısı baş verdi və buradan səslənirəm bütün müharibə veteranlarına və Qarabağ qazilərinə ki, dövlətimizin bizim üçün yaratdığı bu şəraitdən istifadə etsinlər. Müraciət eləsinlər Səhiyyə Nazirliyinin qaynar xəttinə, çünki ola bilər çoxunun bu arada məlumatı yoxdur. Müraciət eləsinlər və növbəli şəkildə tək Buzovna yox, digər bir neçə sanator kurort reabilitasiya mərkəzləri var ki, orada növbəli şəkildə gedib dincəlib bütün müayinə və müalicə proseslərini keçə bilirlər. Və sonda Sətiraltı kanalının bütün kollektivinə təşəkkür edirəm ki, bu müsahibəni öz kanallarında işıqlandırırlar. Yenə deyirəm, əsas məqsəd budur ki, bu barədə məlumatı olmayanlar bu kanal vasitəsilə bu müsahibəni dinləyib məlumatlansınlar və öz müraciətlərini eləsinlər. Bir daha dövlətimizə, dövlət başçımıza bizim üçün yaratdığı şəraitə görə minnətdaram, təşəkkür edirəm. Çox sağ olun.